bir gün sizin də başınıza gələ bilər. Bu dünyada tək tənha qalmışam. Bu dünyada tənha qalmışam. Bahar. Kızım. Telefonun zəng çalır. Oyaqsa. Bəli. Yeri gəlmişkən səhər yeməyi də hazırdır. Tez qalx gəl. Bəli. Alo, salam. Yatmışdın? Hə, indi yuxudan qalxdım. Bağışla. İstəyirdim səsini eşidim. Bağışla, səni oyatdım. Yaxşı eləyib zəng vurdun. Bir şey deyim, Bahar. Bu axşam təxminən saat 7-8-də görüşüb danışa bilərik. Bu axşam? Bilmirəm. Nə barədə danışmaq istəyirsən? Biz üzbəyüz olsaq, mən daha rahat olaram. Yaxşı. Necə istəyirsən elə olsun. Yaxşı. Onda görüşərik. Həmişəki yerdə. Oldu, sağ ol. Xudahafiz. Qaç, gec oldu. Bir dəqiqə dayan, gəlirim. Nuşin, qəşəng oldun? Əla. Sənin 8-də görüşün yox idi, 9-un yarısıdır ki. Birinci dərs. Nə qədər gec olsa o qədər yaxşıdır. Heç nə olmaz. Çox gözləsə eşqinin yanısı daha da artar. Axı mən qorxuram ki, özümüz də gecikək. Anama demişəm ki, İqbali yoxdur. Dükanı da mənə tapşırıb. Mən qorxuram ki, bir əngəl çıxar. Nuşin, sən də qərib adamsan. Bir gecədə gedib şənlənək, deyək, gülək, əylənək. Tez ol, yola düş. Demədin ki, məndən mühüm bir işin var? Bəs niyə sözünü demirsən? Bəli, baş üstə. Amma nə cür deyəcəyimi bilmirəm. Əgər mən narahat edirəmsə, gedə bilərəm. Yox, Nuşincan, bu nə sözdür danışırsan? Kim dedi ki, sən narahat edirsən? Sən mənim bacım sayılırsan. Məcid də nə demək istəsə 100% sənin yanında deyər. Elə deyil, Məcid? Bahar xanım düz deyir. Yox, nə narahatlıq. Siz arxayın olun. Yaxşı. De də. Qulaq asın, Bahar xanım. Mən sizə dedim ki, bu axşam gələsiz və özümüz haqda söhbət eləyək. Özümüz? Yaxşı, icazə verin, əsas mətləbə tez keçim. Mən sizə demişdim ki, bu semestr dərsim qutarandan sonra mənim üçün neft şirkətində iş var. Bir əmanətim də var. Əgər ona əmanət demək olarsa, ondan toyun xərcini ödəmək, hətta evin ilkin ödənişini də ödəmək mümkündür. Yaxşı. Yaxşı budur ki, yəni əgər siz razısınızsa, biz ailəmizlə sizə gələk.
bunun düzgün iş olduğunu düşünmürəm. Niyə? Nuşin xanım da mənim bacım kimidir. Məyər bizim hisslərimizə şübhəniz var? Yox, mən yalnız demək istəyirdim ki, bir işçi maaşı ilə kirayə evdə yeni bir həyata başlamaq ağıllı bir işdir. Mən qəbul edirəm, amma bilirsən, hamının başlanğıcdan hər şey olmur axı. Bilirəm. Mənim atam məni belə vəziyyətdə sənə verməz. Mənim Mehriyəm içərisində yaşadığımız 3 otaqlı evdir. Ev almaq da sadə iş deyil. Bəli, xeyli çətin işdir. Qulaq asın, bir məsələ də var. Atamın tanışlarından biri cənubda mənim üçün neft şirkətində iş tapa bilər. Çox çətin işdir, amma yavaş-yavaş imtiyazları çox yüksəkdir. Məcid, mən səni narahat eləmək istəmirəm. Atam mənim evlilik məsələm barədə çox həssasdır və hətta öz istədiyini mənim üçün seçməsi mümkündür. Və mən bilmirəm mənim başıma bu bir ildə hansı hadisələr gələ bilər. Bahar, mən səndən yalnız bir müddət vaxt istədim. Mən burada Nuşinin qarşısında sənə söz verirəm ki, həyatında sənə elə bir şərait hazırlayayım ki, sən ona layiqsən. Söz verirəm, sözümə başımla cavab deyəm. İnan mənə. Nə vaxta kimi? Deyirsən ki, saçlarım da dişlərim kimi ağarana qədər oturub səni gözləyim? Bu nə sözdür? Siz danışırsınız. Mən deyirəm ki, sənin üçün həyatda hər şeyi eləyirəm. Sən də gərək... Məcid, mənim vəziyyətim fərqlidir. Mən sənə heç bir söz verə bilmərəm. Amma sənə bunu deyə bilərəm ki, əgər evlənmək istədiyim zaman kimisə seçmək istəsəm, inan ki, o sən olacaqsan. Şad oldum. Sən ki onunla evlənmək istəmirsən, nə üçün yalandan ümid verirsən? Bəzi adamları duzlu suda saxlamaq lazımdır. Bahar, bu yaxşı oğlandı. Elə ona görə də səni çox sevdiyi üçün hər şey eləməyə hazırdır. Rədd elə Nuşin. Daha bu işləri ilə mənim əsəblərimi korlayıb. Kişi gərək qürurlu olsun. Sənə baxanda gərək özün öz hesabını biləsən. Daha bu bədbəxt, zəlil kimi yox ki, ona hər nə deyirəmsə deyir ki, yaxşı eləyərəm. Ay dəli, o səni sevir. Məcidin sevgisi mənim işimə yaramır. Eşq gərək adamın sıçrayış nöqtəsi olsun. Yerində saymasın. Gərək sənə kömək eləsin ki, istədiyin arzulara çatasan. Məsələn, sənin arzun nədir? Nələrə çatmaq istəyirsən? Bilirsən bacı, mən istəyirəm ki, 3 uşağım olsun. Sonra ərim də mənim kimi uşaqları sevsin. Birlikdə səfərə gedək, gəzək, uşaqlarımızı parka aparaq, kinoya. Bilirsən, mən həmişə öz-özümə nə düşünürəm? Deyirdim ki, sənin kimi kütbeyin qızların nəsli dinozavrların nəsli kimi kəsilib. Amma indi görürəm ki, yox. Nuşin dinozavr var. Var. Niyə ələ salırsan? Mən belə xoşlayıram. Allah haqqı səni ələ salmıram. Amma belə düşünürəm ki, sən həmişə mənlə gəzirsən. Niyə məndən dərs almırsan? Bu qədər sənə dərs verirəm. 1 dərs, 2 dərs. Bilirsən, bax, həyatda nə qədər meyillərin aşağı səviyyədə olsa, o qədər də aşağı səviyyəli həyat əldə eləyəcəksən. Eşitməmsən ki, deyirlər, arzularını yuxarıda saxla. Bilirsən bu nə deməkdir? Yəni mənim kimi. Yuxarılara canı. Mən İrandan getmək, dünyanı gəzmək istəyirəm. Bilirsən, mən turistlər kimi yaşamaq istəyirəm. Niyə gülürsən? Sən gəl bizim ailələrimizə nəzər sal. Heç bizə yaraşar ki, gedib dünyanı səyahət eləyək? Bəli. Niyə də yox? İnsan gərək arzu eləməyə cürət tapsın ki, ona da çatsın. Düzdür? Düzdür, amma daha həqiqəti görməyəcək dərəcədə də yox da. Nuşin, həqiqət o şeydir ki, mən və sən onun haqqında düşünürük. Amma istəsən ona çata bilərsən. Mən ona çatacağım, əminəm. Nəyin bahasına olursa olsun. Xanım, olar ki, biraz sakit danışasınız? Bu nə vaxtın gəlməyi idi? Salam. Qonaqlıqda deyildim ki, indiyə kimi işdəydim. Başa düşə bilmirəm. Mən onun atasıyam, ya o mənim atamdır.
Ey dadi bidad, ey dadi bidad. Nə deyinirsən ata? Səsini eşidirəm ha. Deymirəm. Deyirəm bir qızın bu gecə vaxtı evinə gəlməsi doğru deyil. Qız oğlan fərqi yoxdur atacan. İndi zəmanə dəyişib, gecə yarı saat 2-də küçə adamla doludur. Mən sənə heç cür söz çatdıra bilmirəm qızım. Kaş ki, o sənin rəhmətli anan dünyadan köçməzdən əvvəl səni də o biri qardaş və bacın kimi yerbəyer eləyərdi. Mən də arxayın olardım. Hə, kaş ki eləyəydi. Bax mənim qızım, əgər sən düşünürsən ki, mən ömrümün bu ahıl çağında aldığım təqaüdlə bu evi satıb özümü sərgərdan qoyam, səndə heç bir şey olmamış kimi qalxıb dünyanın o başına gedib gəzib dolanasan, çox böyük səhv eləyirsən. Ondan xoşun gəlir? Hə, çox qəşəngdir. Xoşun gələcəyini bilirdim. Salam. Salam. Sən burada nə inirsən? Bağışlayın, narahat eləyirəm. Amma bir hadisə baş verib. Nə hadisə? De də, ürəyim partladı ki. Gərək özünə deyəm. Bağışla Siyamək, mən səndən sonra əlaqə saxlayıb yenidən görüşə bilərəm. İndi rəfiqəmin mənlə işi var. Yaxşı, olsun. Mən özüm sən axşam zəng vuraram. Xudahafiz. Sağ olun. Vay, yaxşı oldu dadıma çatdın. Çox sağ ol, əhvalını yaman qarışdırmışdı. Mesajını alan kimi dükanı Səmiraya tapşırdım. Amma tez qayıtmalıyam. Qorxuram İqbali gələr, məni orada görməz. Nigaran olma, indi gedərik. Sən bilirsən, mən stres keçirəndə çox yeyə bilmərəm. İndi də bu. Axmaq oğlan, mənim üçün oyuncaq gətirib. Elə bil mənim 2 yaşım var. Nə məzəlidir. Şirindir. Gözəl ətri var. Hə, çox şirindir. Ətri gözəl ətirdir. Siz rahat olun, oyuncaqla oynayın. Bəli. Salam Məcid ağa, necəsən? Nigaran? Nə üçün nigaran olmalıyam? Aha, sənə nə qədər zəng vururdumsa düşə bilmirdim. Haradaydın, səndən xəbər yox idi. Cənub? Cənuba nə üçün getmişdin? Mənə görə bu qədər çalışdığın üçün təşəkkür eləyirəm. Bəli, orada da telefon yaxşı tutmur. Səni başa düşürəm. Hə, ancaq tez gəl. Xudahafiz. Yuxularımın kişisi cənuba gedib. Məcid idi? Ay balam, bu oğlan ağılsızdır da. Qayıdıb mənə deyir ki, bağışla, bu 2 gündə sənə zəng vura bilmədim. Səni nigaran qoydum. Elə bilir ki, mən indi burada oturub qəm dəryasına batmışam. Ancaq onu düşünürəm, ancaq onu. Bahar, bu qədər ona əziyyət eləmə. Qəlbi sınar, günah da. Nəyi günahdır, ay qız? Qoy o səhrada başına gün dəysin, həm biraz kişiləşsin, həm də mənim gözümün qabağında bir o qədər boş yerə fırlanmasın. Ay qız, yoruldum, əsəbləşirəm, narahatam. Aha, 2-ci dərs. Oğlanlar ancaq onlarla oturub bir meyvə suyu içib, deyib gülməyə, biraz sənin üçün pul xərcləməyə yarayırlar. Əgər bundan çox rəğbət göstərsən, istəkləri gedir yuxarı. Bu aşiqlik məsələləri sevgi romanlarında olur.
Başa düşdün? Nə deyim? Mən ki başa düşmürəm. Əlbəttə. Sən bunları çətin başa düşəsən. Dondurmanı ye. Bu necədir? Bəyənirsiniz? Bağışlayın, mənim çox başım çıxmır. Doğrusu mən İrana təzə gəlmişəm. İstəyirdim mənə kömək eləyəsiniz ki, bir İran sovqat alım. Bundan o tərəfdə də var. Yaxşı, İranın özəl işləri də var, sizə göstərə bilərəm. Amma çox maraqlıdır ki, farsça yaxşı danışırsınız. Bilirsiniz, anam İranlıdır. Atam və anam evlənəndən sonra Amerikaya gediblər. Mən də orada dünyaya gəlmişəm. Böyümüşəm. Amma farsça yaxşı danışa bilirəm. Təqribən İran mədəniyyəti barədə heç nə bilmirəm. Bu hədiyyəni də anam üçün istəyirdim. Nuşincan, sən 2 qəhvə gətir. Mən də sən gəlincə bu hörmətli qonağa kömək eləyərəm. Yaxşı. Bu necədir? Həm yaxşıdır, həm də İrana məxsusdur. Fikriniz nədir? Sizin seçiminiz mənim fikrimcə anamın zövqünə çox uyğundur. Muradi. Bahar Muradi. Mən də Babəkəm. Necə də maraqlıdır. Amerikada dünyaya gəlmişsiniz, böyümüşsünüz. Amma adınız İran adıdır. Adımı anam seçib, amma soy adım atamınkidir. Bəs onda soyadınız nədir? Bekər. Babək Bekər. Nə məzəli soyaddır? Cənab Bekər, yoldaşınız üçün nəsə istəmirsiniz? Mən hələ evlənməmişəm. Sizdən icazənizlə bir xahiş edə bilərəm? Bəli, buyurun. Doğrusu mənim burada heç kimim yoxdur. Gələn həftədə qayıdıram. Sizdən xahiş eləmək istəyirdim ki, əgər mümkündürsə vaxt təyin edib Tehranın görməli yerlərini mənə göstərəsiniz. Mütləq. Niyə də ki yox? Buna çox sevinərəm. Bu mənim telefon nömrəmdir. Elə buradan almışam, bu kreditlə olanlardandır. Sizi yenidən görməyimə sevinərəm. Sizlə əlaqə saxlayarım ki, bir görüş yeri təyin edək. Çox sağ ol. Nə olub, cənab İqbali? Niyə qanınız qaradır? Qanım qara deyil. Nigaranam. Nəyə görə nigaransız? Bəli, nigaranam. Sizin kimilərə görə. Bax, qızım, sən indi cavansan. Sənin fikrinə görə çox işlər və təcrübələr cazibəli və adi ola bilər.
Ancaq bilmirsən ki, özünə necə zərər yetirirsən. Mən sizi başa düşmürəm, cənab İqbali. Mən hər gün sizin gedib gəlmələrinizi, görüşmələrinizi görürəm. Qızım, sən gəncsən, abır-həyan da var. Düşünürsən ki, dünya insana qarşı həmişə mehriban qalacaq? Yox, qalmayacaq. Sən özünə və gələcəyinə hansı ziyan vurduğunu bilmirsən. Tənha qalanda başa düşərsən. Baxın, cənab İqbali, mən indiyə kimi sizə hörmət elədiyim üçün sizin sözlərinizə qulaq asırdım. Amma düşünürəm ki, sözləriniz təhqirə çevrilir. Mən daha buna dözə bilmərəm. Bağışlayın, mən getməliyəm. Mən təhqir eləmədim. Bu bir ata nəsiyyəti idi. Sizə təşəkkür eləyirəm. Mənim öz atam var. Əgər istəsəydim, onun nəsiyyətlərinə qulaq asardım və ciddi qəbul eləyərdim. Sizin deyil. Sənin bu dostun öz-özündə çox qürurludur. O qədər də onun kimi olmağa çalışma. Ay bala, nə gecə oldu? Gəl də, hardasan? Ay qız, axı mən soyuqdan dondum. İqbali oradaydı, gələ bilmədi. İndi gəl gedək, mühüm görüş təyin eləmişəm. Kiminlə? Ay Nuşin, Nuşin, əgər mən bu xarici oğlanla evlənsəm, bilirsən nə olar? Gülüstan. Evlənmək? Sən deyirdin, bəs evlənmək lağlağıdır, nə oldu? Ay qız, niyə başa düşmürsən? Bu adam ər deyil ki, ələ düşən bir cəvahirdir. Amma heyif ki, mənim vaxtım azdır, gərək mən çox çalışam. İndi fərz eləyək ki, oğlan sənlə evlənməyə razı oldu. Səncə atan xaricə getməyə icazə verəcək? Mən buna inana bilmərəm. 2 il əvvəl yadından çıxıb məyər, evdən küsüb getmişdim. Atam necə əsəbləşib özündən çıxmışdı. Əgər indi evlənmək istədiyimi başa düşsə, inan, çox sevinər. Həm də atam mənim sözümün üstündən söz deməz. Buna əminəm. Bəs oğlanı bir həftəyə necə razı salacaqsan? Bərəkallah. Özüm də elə fikirləşirəm ki, neyiniyim. Gərək gecə-gündüz vaxtımı ona sərf eləyim. Bəs işin necə olacaq? İşdən çıxardarlar axı. Cəhənnəmə ki, qoy atsınlar. Şans bir dəfədən artıq adamın qapısını döymür. Əlini əlinin üstünə qoyub oturmamalısan. Gərək qapını açıb qapasan. Özümüzükdür, hə? Burada yad adam yoxdur, Nuşin. Dükkanda satıcılıq eləyib yaylıq satmaq da peşədir. Dilim lal olsun. Əgər alınmasa başqa bir iş taparam. Nigaran olma. Amma bu fürsəti əldən verməməliyəm, Nuşin. Nəysə, bu sözləri burax. Nuşin, sən mənim rəfiqəmsən. Cənab Məcidin sözləri ilə desək, sən mənim bacımsan. Əgər Amerikaya gedə bilsəm, 1 il olmamış işini yoluna qoyaram, gələrsən mənim yanıma. Həm də eləyərəm ki, Babəkin dostlarından biri ilə tanış olasan və orada da evlənəsən. Yaxşıdır, hə? Estağfurullah. Bu birinin əziyyəti yoxdur. Özü çox həvəslənir. Yox, rəis, belə deməyin. Biz nökərinizik. Həkim sizin yaşınızın keçməyinə baxmayaraq, qabağa çıxsaz daha kimsə bizi saymaz. Qulluğumuzdayıq. Hə, elədir ki var, indilərdə taplar. Çox yaxşı, sağ ol.
İrandan gedəndən sonra ürəyim İran yeməkləri üçün darxacaq. Sabah saat neçədə gedirsən? Sabah gedmirəm. Gedib vaxtı bir həftədə uzatdım. Nə yaxşı. Kaş ki, çox qalıydın. Bir işim var, onu başa çatdırmalıyam. Çox da qala bilmərəm. Hər halda qayıtmalıyam. Uzun müddətdir ki, şirkəti işçilərə tapşırmışam. Biri onların başının üstündə olmalıdır. Neyləmək istəyirsən? Mənim əlimdən gələn bir iş var? Sənin əlindən çox işdir. Əslində isə hamısı səndən bağlıdır. Mənlə? Bəli. Səndən bir şey soruşa bilərəm? Hə, soruş. Lap ikisini soruş. Məndən evlənərsən? Bilirəm, təklifim gözlənilməz olur. Amma inan ki, çox düşünmüşəm. Həmişə arzulayırdım ki, bir İranlı qızla ailə qurum. İranlı qızlar vəfalıdırlar, sadiqdirlər. Mən də Amerikada olan həyatımı sevirəm. Həm də bu tərəfdə olan köklərimi sevirəm. Sən də həm İranlısan, həm də qərbdə yaşamaq cürətinə maliksən. Əgər məndən evlənsən, Amerikaya birlikdə gedə bilərik. Orada kollecə gedə bilərsən, təhsil alarsan. Ürəyin darxan zaman İrana qayıda bilərik. Sualımı yenidən soruşum. Məndən evlənərsən. Doğrudan istəmirsən atanla söhbət edeyim? Məncə, əgər özüm ondan danışsam daha yaxşı olar. Hər halda bir həftədən artıq vaxtımız yoxdur. Bütün işlər bu bir həftə içində yerinə yetirilməlidir. Babək, mən bugün çox sevindim. Elə mən də gəldiyinə görə təşəkkür edirəm. Gülə görə çox sağ ol. Xudahafiz. Xudahafiz. Alo. Tülkü nədir? Şirəm, şir. De ki, ikinci bileti Bahar Muradinin adına yazsınlar. Ailəsiyle danışmağımı istəmir. Yox əşi, xanım özü üçün müstəqildir. Baş üstə, xarici ata istəsək, zən yurarıq gələr. Qolluğundayam. Bu düzgün deyil. Belə qız ərə vermirlər axı. Mən səni yad bir adamın əlinə verə bilmərəm ki, götürüb dünyanın o başına aparsın. Axı, niyə olmaz? İstəyirsən yanında qalım, nə olsun ki, səhərdən axşama kimi bir-birimizə mane olaq. Birini mən deyim, birini sən. Qızım, gəl sən biraz ağıllı düşün. Evlənmək elə belə yalandan olmaz axı. Ailələr bir-birini görməli, birlikdə söhbət eləməlidirlər. Bir-biri ilə tanış olmalıdırlar. Əslində bu oğlanın ailəsinin fikri nədir? Onun ailəsinin sözü yoxdur. O özü müstəqil bir adamdır. Özü öz həyatı üçün qərara gəlir, ailəsi yox. Kimsə onun sözünün üstündən söz demir. Ora getməmsən, bilmirsən. Orada o sənin, bu mənim kimi boş-boş adətlər yoxdur. Mənim adət ənənə ilə işim yoxdur.
Bu oğlanın ailəsi mənimlə 2 kəlmə danışmaq istəmir. Axı mən sənin atanam. Maşallah ata, necə arzuların var? Onlar dünyanın o başından basa-basa bura gəlsinlər ki, sənlə danışsınlar. Olsun. Bax, Bahar, bir kəlmə söyləyib qurtarıram. Bax, bu oğlanın ata-anası irəli addım atmayınca mən razılıq verən deyiləm. Vəssalam. İnatkarlıq eləyirsən? Olsun, çox yaxşı. Mən də 2 il əvvəl elədiyim kimi evdən çıxıb gedərəm. Ata, özün də bilirsən ki, bu mənim üçün heç də çətin iş deyil. Mən üzr istəyirəm, sizi narahat eləmək istəmirdim, amma daha məcbur qaldım. Bir məsələ var. Bağışlayın, mən işimə qayıtmalıyam. Biraz tez xahiş edirəm. Oldu, baş üstə. Bir neçə müddətdir ki, mən Bahara zəng vururam. Ya telefonu bağlıdır, ya da mənim zəngimə cavab vermir. Ya başqa bir şey. Mən sizdən soruşmaq istəyirdim ki, siz niyə belə olduğunu bilirsiniz? Doğrusu, Bahar... Bahara nə olub? Yox, bir şey olmayıb. Amma deyə bilərəm... Bahar evləndi və İrandan getdi. Siz hansı Baharı deyirsiniz? Mən Məcidəm, Baharın dostu. Aşağıda yaylıq dükanında işləyirdi. Mən sizi tanıyıram, cənab Məcid. Bahar nişanlandı. Və nişanlısı ilə Amerikaya getdi ki, orada toy eləsinlər. Mən başa düşmürəm. Bu nə deməkdir? Bahar Amerikaya gedib? Evlənib nə deməkdir? Mən bilmirəm. Bağışlayın, mən getməliyəm. Yox, hələ zəng vurmayıb. Ondan bərk nigaranam. Əlimdə heç bir yerə çatmır. Axı mən heç kimi tanımıram ki, ona da zəng vurum. Mən dostlarından həmin yuxarı mərtəbədəki qızı Nuşini tanıyıram. Onlar bir-biri ilə çox səmimi idilər. Elə bu. Axı üzüm gəlmir. Sən nə deyirsən? Cəmaatın qapısına gedib mən nə deyim? Nə? Nuşincan, Bahar haqqında burada hər kəsdən soruşdu. Mənə doğru düzgün cavab vermədilər. Sən onun dostusan, bəlkə sənə dedilər. İndi sən soru-sual elə. Cənab Muradi, əbəs yerə nigaransız. Bahardır da, özünüz onu yaxşı tanıyırsınız ki. Gedəndən bəri mənə cəmi bircə dəfə zəng vurub. İndi 2 həftədir ki, ondan heç bir xəbərim yoxdur. Nə mənə zəng vurub, nə də o biri bacı qardaşlarına. Bilirsiniz, yəqin ki, sizə zəng vurmağa vaxt tapmayıb, başı qarışıq olur. Boş yerə nigaran olmuyor. Mənim öz əlimdə deyil. Nigaranam. Çox nigaranam. Ana, sağ ol. Salam xanım. Salam. Bahar Muradinin evi buradır. Bəli. Bağışlayın, siz onu tanıyırsınız?
Mən rəfiqəsiyəm, həm də qonşularıyam. Siz? Doğrusu, mən Bahar Muradinin atası ilə söhbət eləmək istəyirəm. Evdədir? Bəli. Bir dəqiqə icazə verin. Buyurun. Sizin qızınızı evlənmək vədəsi ilə İrandan çıxarıb Dubaya apardılar. Orada onu yüksək məbləğlə fəsad mərkəzlərindən birinə satdılar. Amma sizin qızınız bir müddətdən sonra qaçmağa nail olub. Özünü İran səfirliyinə çatdıra bilib. İndi də ağır psixoloji vəziyyətdə olduğuna görə Tehran xəstəxanalarından birində yatır. Kaş ki öleydi. Kaş ki öleydi. Kızım deyirdi, o xaricdə yaşayır. Düz əməlli adamdı. Hesab kitablı adamdı. Mən nə qədər qızımdan xahiş elədim ki, xaricə getmək havasını başından çıxarsın. Qulağına girmədi ki, girmədi. Sizin qızınız xəyallarla yaşadığı üçün günahkardır. Amma siz də günahsız deyilsiniz, tanımadan qızınıza o adamla getməyə icazə verdiniz. Bu çox böyük səhvdir ki, adam gözünü bağlayıb xaricilərə, xaricdə yaşayan İranlılara etibar eləsin. İstəyirdim ki, o rüyalarına çatsın. Arzuları Çin olsun. Bəzi yuxular çox iddialı olur. Onlardan qorumaq lazımdır. Qızınızı görmək istəmirsiniz? O indi elə bir vəziyyətdədir ki, həmişəkindən daha çox ailəsinin himayəsinə ehtiyacı var. Pis olmaz. Həmişə bir-iki nəfəri duzlu suda saxlayarsan. Mən çox zirəyəm. Kimisə yoldan çıxara bilirəm. Nəyin bahasına olursa olsun, arzularına çat. Şans bir dəfə insanın qapısını döyür. Evinin qapısını döyəndə onu gözlətməməlisən. Qapını dərhal açmalısan.